Salam aleyküm əziz dostlar, necəsiz, xoş gördük, yaxşısınız. Ərz elədiyim kimi, mən gördüm ki, kitabı əgər həftədə bir gün oxuyam, özümə yapışmır. Yadımdan çıxır ki, nə oxumuşam, nə oxumamışam. Onun üçün qərara gəldim ki, hər vaxtım olsa, o zaman oxuyam. Sağ olun dostum, təşəkkür edirəm. Umarım siz də yaxşı olasınız. Bu qərara gəldim ki, hər zaman vaxt eləyə bildim iş üstündə, elə orada başlayayım oxuyayım. İndi əlan bir az vaxtım var, onun üçün vaxtı itirmədən bunu oxuyayım, çünki yenə işə davam etməli olacağam. Keçən cələsə 8-ci səhifəni qutardıq və 9-cinin əvvəlində yetişdik. 8-ci cələsənin 8-ci səhifədə axirlərində biz əxlaqdan danışdıq. Dedi ki, Gökalp dedi ki, əxlaq İngilislər və Fransızların yanında bizim əvvəl dəfə ki, biz üzbəyiz olduq bu qərbilərlə, dünya birinci savaşdan sonra idi. Burada idi ki, biz çox onlarla ilgiləndik ki, niyə, məsələn, bilirsiniz də Abbas Mirzanın sualları elə orada da olubdu. Müntəha çox geniş əlaqələr o zaman olubdu ki, birinci dünya savaş qutarıb, mütarikə olubdu, barışıq olubdu bir cür. Mütarikə deyir, barışıq demir. Və ondan sonra insanlar görüblər ki, bu İngilislər və Fransızlar düzdür ki, texnolojiləri qabaqdan əxlaqları xərabdır. Onu tozih verirdi. İndi davam veririk 9-cu səhifənin 1-ci sətrindən. İngiliz millətinin mədəni əxlaqında gördüyümüz bu düşüklüyə rağmen etiraf etməliyəm ki, vətəni əxlaqını, diqqət buyurun, orada demişdi mədəni əxlaq. İndi, bir də bilməm, baxın buna görə ki, şey olmasın, bəli, mədəni əxlaqın pozulduğunu görmüşdük. İndi deyir ki, İngiliz millətinin mədəni əxlaqında gördüyümüz bu düşüklüyə rağmen etiraf etməliyəm ki, vətəni əxlaqını çox yüksək bulduq. İngiliz millətinin mədəni əxlaqında bunlar elə türkcədir, gördüyümüz də ki, yenə türkcədir, düşüklüyünə, elə biz deyirik düşük. Bəzi adam görürsünüz, biraz şit şuxluq eləyəndə ona deyirik, adam düşükdür. Yəni, əskikdir, əşadır, kilası əşadır. Bunlar. Rəğmən də ərəbi kəlmədir, yəni onun tərsinə, ondan belə. Etiraf etməliyəm, həman sözdür, etiraf ələbcə sözdür. Vətəni əxlaq, bu mühüm kəlmə budur. Vətəni əxlaqını çox yüksək bulduq. Buldaq ki, tapbaqdır. Türkiyədə yüzlərcə, hətta minlərcə vətən xainin ortaya çıxmasına qarşılıq bütün İngiltərədə tək bir vətən xaini ortaya çıxmadı. Diqqət buyurun, mühüm burasıdır. Deyir ki, İngilislərin mədəni əxlaqı çox əşağıdır. Bu birinci. Deyir, amma onların vətəni əxlaqları, vətənə aid olan əxlaq çox yüksəkdir. Bunu nədən görürük? Deyir ki, Türkiyədə, diqqət buyurun, çünki indi bu Türkiyə dedim də Atatürk dövründə bu kitab yazıldığı üçün Osmanlıda demir. Deyir ki, Türkiyədə, yəni yeni qurulmuş dövlətdə biz minlərcə, baxın, ədədi deyir ki, hətta minlərcə vətən xaini. Biz minlərcə, deyir, Türkiyədə vətən xaini tapdıq. Vətən xaini ilə üzbəyiz olduq. Deyir, amma İngiltərədə, yəni İngilistanda bir vətən xaini ortaya çıxmadı. Yəni, ola bilər insanlar fərdi əxlaqlarında bir ayrı millətlə qarşı durduqları zaman qarət eləyələr, filan eləyələr, zülm eləyələr. Amma o zaman ki, öz vətənlərinə, topraqlarına qeydir, xiyanət görünməyibdi İngilislərdən.
Necə ki, Fransada da bu cürdür. Burada yazmır, amma mən deyirəm. Necə ki, Fransa işğal olur Alman vasitəsilə yarısı, amma xain çıxmırlar. Vətənə və vətən millətinə xain çıxmırlar. Siz bunun serialın, onlar için bir 20 il bundan qabaq, bəlkə də ondan qabaq görüblər. Bir dənə serial verirdi İranda. Mən indi adi yadımda deyil, amma o partizanlar, milli ruhları olan insanlar Amerikanın ya Fransa'nın özünün, ya İngilistanın, sərbazların, ya çətirbazların, ya xələbanları ki düşürdü torpaqlarına, onları nədir qaçırdırdılar torpaqlarından Almanın əlinə düşməsin deyə. İndi siz bunu müqayisə eləyin bizim vətən sevgimizə Azərbaycanda. Biz vətənimizə nə xəşdirik? Təqribən İran üçün vətənimizi və vətənpərəstlərimizi qurbanı elərik. Mütəəssifانه. O halda bizdə mədəni əxlaqın daha yüksək olması nəyə yarardı? Deyir, bu halda ki, biz vətənə xiyanət eləyəcəyik. Millətimizə xiyanət eləyəcəyik. Mənafi millimizə xiyanət eləyəcəyik. Amma özgələrlə, məsələn, İngilislərlə, Amerikalılarla, Fransəlilərlə, Ruslarla, onlarla, bunlarla üzbəyüz gələndə onlara əcib hörmət göstərəcəyik. Mədəni əxlaqımız, yəni yaxşı olacaq. İndi burada söz budur, deyir ki, əgər belədirsə, bizim mədəni əxlaqımız yüksək, onların mədəni əxlağı aşağı, amma onların vətəni əxlaqları yüksək, bizim vətəni əxlaqımız aşağı isə, deyir, onda mədəni əxlaqın daha yüksək olması nəyə yarar? Nə ərzişi var? Nə dərdə dəyər? Yaradı, yəni nə xeyrinə gəldi? Keşkə bizdə də bunların yerinə yalnız vətəni əxlaq yüksək olsaydı. Keşkə, yəni arzu da, arzu edirəm. Ey kaş, keşkə, türkcəsidir, ya türkcə deyilmişidir, bilmirəm. Bizdə də, yəni biz türklərdə də bu mədəni əxlaq yerinə vətəni əxlaq olaydı. Həm də yüksək olaydı. Yəni biz vətənimiz üçün canımızı, malımızı verəydik, xiyanət eləməydik vətənə və millətə. Necə ki, İngilislər xiyanət eləmədilər. Vətəni əxlaqın yüksək olması milli dayanışmanın təməlidir. İkinci paragrafı başladıq. Vətəni əxlaqın yuxarı, yüksək olması milli dayanışmanın təməlidir. Təməl də bilirsiniz də payası, bünövrəsi. Dəqiqən bünövrənin anlamı təməldir. Çünki vətən üstündə oturduğumuz torpaq demək deyildir. Baxın, vətənin mənə elir. Ərz elədim, biz bunları camiə şinasda oxumamışıq ki, əxlaq nədir? Mədəni əxlaq vardı, fərdi əxlaq vardı, ailə əxlağı vardı, vətən əxlağı var. Və vətən nədir özü? Vətənin özü nədir? Bunu da bizə tərif eləməyiblər. Deyir ki, vətən üstündə oturduğumuz torpaq demək deyildi. Deyək ki, vətən o yerdir ki, orada üstündə otururuq. Mən Kanadadayam, bura mənim vətənimdirmi? Gedirik bir yerə musafirətə, ora bizim vətənimizdirmi? Və onun dış görünüşü olduğu üçündür ki, qutsaldır. Və deyir, bunun üçün deyildir ki, onun dış, yəni vətənin, toprağın, eşiyin görək, deyək ki, okey, bu qutsaldır. Qutsal, yəni müqəddəs. Müqəddəs ərəbcədir, qutsal türkcədir. Qutsaldır, yəni müqəddəsdir. Pəs bu deyil ki, deyək, vətən o şeydir, o torpaqdır ki, biz onda yaşırıq, otururuq. Və hətta onun eşik görünüşü, indi bu çöldür, bayırdır, nə bilim, şəhərdir, suyu var, ağacı var, dağı var, dərəsi var. Deyir, bu görünüşü deyil ki, qutsal deyil bu görünüş. O halda
vətən əxlaqı milli ideallardan bəli, mən itirmişəm. Milli görevlərdən düzəlmiş bir əxlaq deməkdir. Pəs vətən nədir? Vətəni əxlaq nədir? Vətəni əxlaq milli ideallar, bizim burada olan xəyallarımız vətən üçün və millət üçün. Bizim bu millətə nə xəyalımız var, nə arzımız var, nə idealımız var, nə armanımız var. Bunlar müxtəlif həman kəlmələrin şeyidir. İdeal kəlməsi latincədən məncə gəlir, amma dedim dilçilər bu haqda danışmalıdırlar. Milli görevlər. Aleykümselam. Dostlarım, milli görevlərdən pəs bir budur nədir? Bir zehnimizdə, beynimizdə, düşüncəmizdə olan ideallarımız, arzularımız vətən üçün nədir? İkincisi, milli görevlərdən düzəlmiş bir əxlaq deməkdir. Bir də milli görev, yəni xidmət, vəzifə. Üstümüzə düşən iş. Bir də milli görevlərdə mənim bu millətə, diqqət buyurun, ərz elədim, cami-i şünasıda İranda bizə bunları demirlər. Çünki bunları desələr İran palçarlanar. Bunun üçün biz İranda cami-i şünası oxumuruq. Milli görevlərdən düzəlmiş bir əxlaq deməkdir. İki şey əxlaqın payası oldu. Vətən əxlaqının payası oldu. Nədir? Milli əxlaqın payası oldu. Biri, bu vətən üçün, bu millət üçün bizim xiyalımızda olan ideallarımız, arzularımız, xəyallarımız, düşüncələrimiz, armanlarımız. İkincisi, bu vətən üçün öhdəmizə düşən vəzifə. Bu iki danasının üstə qoysan olur vətən əxlaqı. Diqqət buyurun, ayrı metraj gətirmədi. Çox sağ olun. Ayrı metraj gətirmədi, baxın. Yox. Bir vəzifə, bir də bu vətən üçün düşündüyümüz. Əgər vətənə düşünsək və əgər vətənə vəzifəmiz olsa, görevimiz olsa, bu görevi heç kəs bizə vermir. Özümüz özümüzə veririk. Özümüz özümüzə bir vəzifə biçirik. Mənim vəzifəm budur, mənim vəzifəm budur, mənim vəzifəm budur. O zaman ki bu iki dananı qoyduq, arzımın, mən vətənə istiqlal düşünürəm. İstiqlaldan daha üstün düşünürəm. Bu vətənin milləti dünyada ən yüksək səviyyədə yaşamağa, ən yüksək azadlığa sahib olmağa, ən yüksək ekonomi vəziyyətdə yaşamağa, ən abad bir məmləkətdə yaşamağa, dünyada ən alnı açıq, başı uca yaşamağa bir arzudur məndə. Bunun yolunda özümə nə vəzifə seçirəm, bu ikisi əxlaq oldu. Milli əxlaq oldu, vətəni əxlaq oldu. Gökalpın bu sözü indiki Güney Azərbaycan haqqında da sadiqdir. Tamam. Bu türkçədir da. Demək olar 1300 illərində Pəhləvi hökuməti İngilislilərin himayəti ilə quruldu. Pəs demək olar, yəni dəqiqən bu cürdən 1304-də Pəhləvini şaha gətirdilər, 1299-da da axir ayı, yəni 1300-ə əslində gedəndə, yəni qışın axir ayında kodita elədi Rza Mirpənd. Rızaxan Mirpənd 1299-un axir ayında kodita elədi. 1304-də də Qacarları işdən götürdü məclis vasitəsilə. Əlbəttə məclisi indi necə seçdilər? O cürsü bir məclisin vasitəsilə. Və bir hökumət başladı. Rıza Şah deyə bir hökumət başladı.
İngilislərin himayəti ilə quruldu və özəlliklə şuubi firdevsi pərəstlərin düşük kültürü ilə İngilislilərin qeyri-əxlaqi davranışları ilə üst-üstə düşdükləri üçün bu kültürü bütün İranda yaymağa başladılar və daha ilginç. Buradan hələ oxuyaq. Deyir ki, bəs quruldu, türkcədir, yəni bərpa oldu. Azərbaycan Cumhuriyyətində bərpa kəlməsi işlənir. Özəlliklə, xüsusən, bevicə, şuubi firdevsi. Baxın, bu adam bu kitabı bir 10 il bundan qabaq tərcümə eləyibdi, çeviribdi. Şuubi kəlməsini düşünürmüş adam. Ki, şuubi nə mənədir? Şuubi mən bəlkə bir o birisi cəlsələrdə dedim, geçmiş cəlsədə dedim. İslamın içində bir fitnə yaratmaq üçün bir məzhəb düzəltdilər farslar. Bu adın qoydular Şiə. Buna ərəblər şuubi dedilər, yəni millətçi. Çünki İslamda millətçilik yox idi. Birinci dəfə millətçilik eləyən nasyonalizmi ifrati farslardan başlandı. Bir dənə də din yaratdılar, din içində. Ona dedilər Şiəlik. Firdevsi bir şeydir, şuubidir. Amma deyir ki, şuubi həm müsəlman və həm firdevsi pərəstlər. Pərəst kəlməsi bilirsiniz, farscadır. Düşük kültürü ilə, diqqət buyurun, düşük yəni aşağı kültür də olur, fərhəng mədəniyyət da, beləsi deyək. Düşük kültür ilə, dedik ki, nələrdir? Düşüncələrdən ibarət kültür. Mədəniyyət də ehsaslardan ibarətdir. Bunu tərif elədi. İngilislərin qeyri-əxlaqi davranışları, davranış rəftar. Buradan heç bir şey yoxdur ki, mən tərcümə eləyəm. Üst-üstə düşdü. Yəni, bir-birinə tətabiq oldu. Eyni həm oldu. Üst-üstə düşdü. Düşdükləri üçün bu kültürü bütün İrana yaymağa başladılar. İngilislərin əxlaqı ilə şuubi firdevsi pərəstlərin, yəni pan-İranistlərin əxlaqları və düşüncələri üst-üstə düşdü. Yəni eyni həm olduğu üçün nə oldu? Dedilər ki, bunu İranda yayaq. Və daha da ilginc budur. İlginc yəni əlaqə çəkən, calibi təvəccüh, calib. Daha, yəni əlavə, daha çox, daha ilginc əlaqə çəkən budur ki, Göcalpın İngilislər haqqında vətəni əxlaqlarının yüksək olması farslar haqqında da deyilə bilir. Burası mühümdür. Dahası budur. Deyir ki, Göcalp dedi ki, mütərcimin sözüdür bura. Göcalp dedi ki, İngilislərin vətəni əxlaqı yuxarıdır və bir dənə xain oradan çıxmadı. Deyir ki, diqqət buyurun, demək olar ki, vətəni əxlaqlarının yüksək olması farslar haqqında da deyilə bilər. Yəni, farslarda da bir vətəni əxlaq var. Elə eləyiblər ki, hamı qorxur ki, Azərbaycan müstəqil olar. Hamı deyir ki, bizim vətənimiz. Yəni, hamının zehninə getmək, İran mənim vətənimdir. Fars rəsmi dildir, müqəddəsdir, gözəldir, filandır, bəhmandır. Şiə bizim dilimizdir, dinimizdir. Birinci dil fars dilidir, ikinci dil, məsələn, ana dilidir. Əslən, ana dili rəsmi olmamalıdır. Kimdir? Yəni, bunlar baxın, o şeydir ki, onlar o vətən eşqi ki, farslarda var, ha? Ki, hər şeyi inkar edirlər vətən üçün. Hər şeyi əzirlər vətənlər üçün. O şey ki, ona vətən deyiblər. Onlar İranın başa-başın özlərinə vətən bilirlər. Bunun üçün hər şeyi o yolda əzirlər. Hər şeyi ayaq üstə qoya bilirlər. Vətən üçün qurban erə bilirlər, hər şeyi. Özlərindən əlavə. Yəni, hamını vətənə qurban... Məsələn, biz 8 il İranın hər yeri getdi. Farsların uğruna ərəblərlə savaşdı, əraqlarla savaşdı. O halda ki, Azərbaycan türk milləti içində bolluca xain və nökər tapmaq olar. Bu da doğru sözdür. O halda ki, yəni elə
Azərbaycan türk millətinin içində mütəəssifanə, bollu, ziyadə, çox xain və nökər tapmaq olar. Kimə? Hər kəsə desəz. Baxın, farsların kommunisti əvvəl farsdılar, sonra kommunistdilər. Əvvəl İranlıdılar, sonra farsdılar, sonra kommunistdilər. Ya əvvəl farsdılar, sonra İranlıdılar, sonra kommunistdilər. Kürdlərinki də əvvəl Kürddür, sonra kommunistdir. Ərəblərinki də bu cürdür. Bəluçlarınki də bu cürdür. Mazəndaranlar da, Gilanlar da bu cürdür. Hətta bəlkə türkəmənlər də bu cürdür. Xəbərim yoxdur. Türkəmənlərdən çox kitab oxumadığım üçün mütəəssifanə bilmirəm. Amma Azərbaycanlılar əvvəl İranlı, sonra kommunist, sonra da mümkündür ki, türk dilinə ya türk millətinə də bir əlaqəsi ola, amma çox aşağı. Elə demokrasisi də belədir, şiəsi də belədir. Yəni, əvvəl şiəlik, sonra İranlıq, ya əvvəl İranlıq, sonra şiəlik, sonra mümkündür türkçük gəlir. Çox gözəl sözlər deyir. Mən bunları eşitdikcə ləzzət aparıram. Və çoxlu türkləri görmək olar ki, farslardan çox türklərə tohin edirlər. Diqqət buyurursun, bu da gözəl sözdür. Deyir ki, biz Güney Azərbaycanda çoxlu türk görə bilərik ki, farslardan çox türklərə tohin edirlər. Coş deyirlər, deyir, mən özüm də bir türkəm. Yəni, mən çün türkəm, türkə tohin eləyə bilərəm. Amma bir dana siz fars görməzsiniz ki, deyə, çün mən farsam, farsa tohin eləyə bilirəm, farsa coş deyə bilirəm, farsı təhqir eləyə bilirəm. Siz bir dana belə bir fars tapın da, deyin ki, bir dana fars tapırıq ki, coş deyəndə farsları üçün coş deyir, gülür və deyir ki, mən özüm də farsam, farslara coş demək mühüm, önəmli deyil, zərfiyyəti olsun. Farsların zərfiyyəti var. Amma türklərə deyəndə deyir ki, mən özüm türkəm, türkün zərfiyyətiz olsun, coş eşidəsiz. Yəni, tohin eşidəsiz, coş demək deyil, tohin eşidəsiz. Vallah, sözləri qızılca yazmalıdır. Çox türklərə tohin edirlər. Türklər və uşaqlarına ana dilindən, ala dininin əvəzinə özgə dil öyrədir və Firdevsi pərəstlərin münhət kültürünü öyrədirlər. Hər Güney Azərbaycanlılar əvvələn xiyabanda, evdə farsı danışırlar. Bu nədir bir vətən? Vətənə necə xain deyil? Baxın, Kanadada mən evimdə türkü danışıram. Farslar evlərində türkü danışırlar. Dost içində farsı danışırlar. Dost içində biz tamam dostlarımızla bir yerə toplandıq. 2 dana türk olsa türkü danışırıq. Farslar 2 dana fars bir yerə gəlsə farsı danışacaqlar. İmkansızdır. Amma siz burada görün, Təbrizdə, Ərdəbildə, Zəncanda, Qəzvində, Həmədanda hər yerdə deyirsiniz. Cavan xanımlar uşaqları ilə, ərləri ilə türkü farsı danışırlar. Bu vətənə xiyanət deyil nədir? Siz bunu mənə deyin də. Vətən əxlaqına xiyanət deyil nədir? Biz bu qədər təhqir olmuşuq ki, özümüzü aşağı görürük, özgəni özümüzdən yuxarı görürük. Uşaqlarına ana dilinin əvəzinə özgə dil və Firdevsi pərəstlərin münhət kültürünü öyrədirlər. Mütəəssifanə bu doğru sözdür. Münhət də bilirsiniz də, ərəbcə kəlmədir, aşağı, əscik kəlmədir. Türkçədə də işlənir farsçaya. Vəli, öyrədirlər, bizim türkçəmizdə örgədirlərdir. Bu c biraz möhkəm olduğu üçün Türkiyədə bunu işlətmirlər, yerinə yumuşaq işlədirlər, öyrədirlər. Biz də bunu öyrədirlər deyirik da, deyəndə də bu cür deyirik. Bəli, o biri tərəfdən
görürük ki, farsların içində Firdosinin tövsiyələri ilə vətəni əxlaq çox yüksəkdir. Yəni deyir ki, indi bu türklərin qabağında, Güney Azərbaycan türklərinin qarşısında baxın farslara, görün ki, orada nə keçir. Farsların içində Firdosinin tövsiyələri ilə vətən əxlaqı çox yüksəkdir. Hala xanımları Məhəmməd Rıza Şah Oriana Falati ilə müsahibədə, ha belə televizyonlarla müsahibədə deyir ki, arvadları nəqlə əşyadır. Hala türkü adam bilmirlər. Hala ərəbi adam bilmirlər. 21-ci əsrdə yaşayırıq. Demokrasi əslində yaşayırıq. Niyə? Çünki Firdosinin tövsiyələridir bu. Bunun üçün görüşü orada vətəni əksər yuxadır. Demək olar ki, farsların içində hətta bir dana belə vətən xaini tapmaq olmaz. Bu sözü iddia eləm. Demək olar, yəni iddia eləmək olar ki, farsların içində hətta bir dana belə vətən xaini tapmaq olmaz. Söz doğrudur. Bu sözü belə yorumlasaq, yəni təfsir eləsək, tövzih versək. Təfsir əslində, tövzih deyil. Təfsir sözünün türkçəsi yorumlamaqdır. Yorumlasaq, yəni biz bunu təfsir eləsək, daha aydın olacaqdır. Nə cür? İndi görək nə cür təfsir edir, yəni nə cür yorumdur. Aydın olacaq, yəni aşkar olacaq. Roşən farsça deyirlər. Aydın da aydın olacaqdır. Aydın kəlməsi işıq və qaranlıqdan sonra aydınlıq gələr də, bilirsiniz. Beləsi o cəhətdən istədim biraz fikrimizi ora aparam. Farsların içində beləsi, o təfsir ki deyir budur. Farsların içində hətta bir dana aydın tapa bilməzsiniz ki, farsların haqlarını savunmaqla birlikdə qeyri-fars millətlərinin də haqlarından difa etsin. Diqqət buyurun, cümlə buyurun. Deyirsiniz, farsların içində hətta bir dana aydın, ziyalı, roşənfikr farsça tapa bilməzsiniz. Yəni, sizin hamınız, siz türklərin hamısı ki bu kitabı oxuyursunuz ya qulaq asırsınız, sizlərin heç biriniz tapa bilməzsiniz farsların içində bir adam ki, farsların haqlarını müdafiə etdiyi, savunmaq, yəni müdafiə etmək. Savunmaq əslində çox savaşda olur. Amma bu deyil ki, demək ki, bunu məsələn ayrı bir səviyyədə olmaz. Yox, olar. O zaman ki, siz bir fikri savunursunuz, ondan müdafiə edirsiniz, onu savunmaq deyilir. Pəs, eyni halda ki, deyək, bir dənə farsların haqlarından müdafiə edilir. Savunur. Savunduğu halda bir qeyri-fars millətlərinin siz görməzsiniz, haqlarından difa eləsinlər. Siz bir dənə fars tapın, ziyalı fars. İndi içində 2-3 nəfər taparsınız bu son zamanlarda. Onların biri Qəşqaylıdır, əsli Qəşqaylıdır. Biri də Mollaoğludur Tehranda. O da mən televizyonda gətirmişdim özüm müstəqimən üzünə dedim ki, sən farsların ən gizli, ağıllı adamlarısan. Çünki taza bir dilindən istəyirsən millətləri toğlayəsən. Bunu mən televizyonda, Günaz TV-də, müsahibədə öz üzünə demişəm. Bu iki danadan sonra siz bir dana fars tapanmazsınız ki, bu günləri İran içində ola, ya İrandan eşikdə ola. Adı roşənfikr ola, yazar ola, ruznameniqar ola, hizbi məsul ola, filan ola, bəhman ola, hüquqdan ola, filan, hər nəs, filsuf ola. Onlar gələrlər deyərlər ki, mən həm farsın haqlarından himayət edirəm, həm də türklərin, həm də ərəblərin, həm də bəluçların, həm də türkçəmənlərin, həm də qəşqaylərin, həm də lorların, həm də ciyləşlərin, həm də mazənlərin. Deməzlər. Deməzlər. İmkansızdır tapasız. Çünki onda vətən dedikləri bir şey bölünər.
onların zehnində. Hətta, diqqət buyurun, hətta federalizmi qəbul eləməzlər. Ki, güc bizim əlimizdən çıxar, onların da əlində paylaşır. Niyə biz əlimizdə olan gücü paylaşaq? Bəs cümlə belə, istisnasız, istisna ərəbcə sözdür. Bizim türkçədə bu dostumuz ərəb şəklində yazmayıbdır. Elə hər şeyi dəndəli sığla yazıbdır. O halda ki, bir istisna ərəb kəlmədə mənim baxışımda və mənim nəzərimə gəlir ki, hətta mərhum Dökür Heyətgilin o etnografi qoymuşdular. Orada deyirlər, o kəlmələr ki, biz ayrı dildən alırıq, onları elə o cür ki, alırıq, yazaq. Amma bizim bu dostumuz o cür aldığı kimi yazmır. Özü elə sıları belə nəzərə gəlir ki, baxaram, diqqət edirəm. Belə nəzərə gəlir ki, ərəb kəlmələri, ərəb kəlməsində 3-4 dənə sı var. Onların hamısını bir cürə yazır. Yəni, dəndəli sı ilə. Sin ilə yazılır, yəni əslində. İstisnasız bütün fars aydınları hər hərəkətlərində və sözlərində o biri millətlərə tohindən başqa heç bir şeyi yazmazlar. Diqqət buyurdunuz. Deyir, yəni içində tapılmaz. Hətta dediyim adamlardan biri belə son zamanda bir şey yazmışdı, orada da belə tohin eləyibdi. Bütün fars aydınları, bunlara tərcümə etdiyi aydın, yəni ziyalı roşənfikr, hər hərəkətlərində, hər davranış olur türkçəsi hərəkətin və sözlərində o biri millətlərə tohindən başqa heç bir şey yazmazlar. Siz bir şey düz deyir da, indi baxın ki, bir yerdə desin, türklər çox yaxşı, ali insandılar. Ali fikirləri var, filsufları var, təməddünləri var, mədəniyyətləri var, əxlaqları yüksəkdir, topraqları yaxçıdır, deməzlər. İşləyəndilər, zəhmətkeşdilər, yox, deməzlər bunu. Heç bir şey yazmır və fərq etməz ki, bir fars aydını içəridə diktatorluq fəzasında və ortamında yaşasın və ya xaricdə Avropa və Amerikada ən demokratik şəraitdə yaşasınlar. Bəs deyir, heç fərq edəməz. O fars aydını İranın içəridə diktatorluq fəzasında, fəza yəni atmosfer, bilirsiniz fəzanın farsca sözdür, fəzasında yaşasın, yəni içəridə, İranın içində yaşasın, diktatorluq durumda, ortamında, türkçəsi də olur ortam, bunu da yazıbdır, yaşasın genə və ya xaricədə Avropa və Amerikada ən demokratik şəraitdə yaşasınlar. Deyir, heç fərq eləməz ki, bunlar içəridə olarlar, eşikdə olarlar, 50 il olar, ya 1 il olar, bunlar elə şeydilər. Firdevsi pərəstlərin sağçısı, solçusu da yoxdur. Diqqət buyurun, çox gözəl sözdür. Firdevsi pərəstlərin, yəni Firdevsi niyə deyir burada Firdevsi pərəst? Buna görə ki, Firdevsi Fars millətindən başqa o birisi millətləri qəbul eləmir. Adam saymır. Div o dəd deyir onlara. Yəni onlara demir adam. İndi bunlar Mazənderanlı olsunlar, Türkəmən olsunlar, Türk olsunlar, Ərəb olsunlar, Kürd olsun, hər nə olur olsun. Bunlar cəlibdir. Hətta bunlar buna görə ki, Kürdlər, Bəluçlar, Lorlar, Mazənilər və Ciləşilər öz yanlarına çəkələr, onlara deyirlər, bunlar Farsı əsildirlər. İndi siz gətirin, bir dana Bəluç danışsın, ya bir dana Bəluç kitabı verin. Farsların ən böyük ustadına, Firdevsini əzbərdən bilən və təfsir eləyən, yorumlayan bir şəxsi fars şəxsə verin, deyin, bunu oxu və demənə deyirən ki, bir Bəluç nə deyir? Başdapmaz. İmkansızdır. İmkansızdır bir Bəluçun yazdığından və danışdığından bir dana fars baş tapa. Amma buna görə ki, bu millətləri əllərində saxlayırlar, təhqirlərin, əmələn təhqirdən əlavə, yəni məsələn, Bəluçların topraqları deyək ki, xərabədir, qəbul edin xərabədir.
Kürdlər daha belədir. Biz Şimallılar, Ceylan və Mazəndaranlılar, Lorların da torpaqları xərabədir. Hətta bu günləri Loristanda bir dana şey var, sədd vurublar, bənd. Türkçəsi bəndidir səddin. Bəndi vurublar və bunun suyu Lorlara getmir. Gəlir Yazd, Kirman, Kaşan, Qom. Bunlara gedir. Diqqət buyurursunuz. Yəni, istəyirəm deyəm ki, Kürdləri, Bəluçları, Lorları, Ciləkləri və Mazəniləri sadəcə biz bunlar farsıdılar, əsil farsdılar deyə onları öz yanlarında saxlamağa çalışırlar. Amma əmələn onları neynirlər? Əvvəl təbii ki, tamam coşların əleyhi coşlar, ən pis coşlar Rəşdilərin əleyhinə, yəni Cilanların əleyhinə və Mazəndarların əleyhinədir. Ən pis coşlar, yəni ondan pis coş dünyada tapılmaz və deyilməz. İrandan sonra heç yerdə o coşlar deyilməz. Çünki rəsmən tohindir, ziddizən. Firdosini orada coşla əmələn onu icra ediblər. Amma əməldə fəqət Cilan-ı Mazəndarandan sonra gedin siz o türk dedikləri Kürdləri baxın, Lorlara baxın və Bəluçlara baxın, xərabədir torpaqları. Torpaqları xərabə. Ən aşağı səviyyədə savadı olan insanlardılar. Onlar farslar saxlayıblar. Bu da o əməli tohini dedim ha. Yəni istədim onu izah eləyəm ki, izah deməyək, yorumlaq. Bu adamın yorumlamağını oxuyuruq indi. Deyir ki, Firdevsi pərəstlərin sağçısı, solçusu da yoxdur. Sağçı yəni çox məsələn dinçi deyək, beləsi deyək, mühafizəkar deyək. Solçu da ya sərmayedar deyək, beləsi deyim. Mühafizəkar, dinçi və faşist. Beləsi, sağçı bu tərəfə gedir. Da getdikcə gedir, radikallaşanda olur faşist, şovinist. Bu tərəfə gedir. Solcu da olur sosialist, marksist, leninist, komünist. Bunlara da solcu deyirik. Yoxdur. Deyir, bunların heç fərqi yox. Yəni, farsçılıqda, fars bir insan, solcu da olsa farsdır, sağçı da olsa farsdır. Dinçi də olsa farsdır, ziddi din də olsa farsdır. Həm pəhləvicilər və həm hökumət içində sözdə dinçi və Firdevsi pərəstlər yenə də xaricdə oturan və yalancı demokrasiyadan danışan görüşçü, kuruşçu və farsçı solçuların bir-birləri ilə ən balaca fərqləri yoxdur. Mən bu kitabı nə qədər yəni bu kitabı gərək gündə öpəsən, qoyasan başına və gündə oxuyasan. Deyir ki, solcu yoxdur. Pəhləviçilər də. Deyir, eyni bunlara taydılar. Hökumətin içində olan sözdə dinçilər və Firdevsi pərəstlər, yəni orada dinçidirlər, amma Firdevsi pərəstlər hökumətin içindədirlər. Ha, içəridə İranda hökumətin içindədirlər, amma Firdevsi pərəstlər yenə də xaricdə oturan və yalancı demokrasiyadan danışan kuruşçu və farsçı solçuların, yəni pəhləviçi solçu, ya bu da mühümdür. Bunlar səltənət tələb deyirlər. Diqqət buyurun. Bu da bir məsələdir. Burada bu pəhləvi sözü çox gözəldir. Deyir ki, bunlar pəhləviçidirlər, səltənət tələb deyirlər. Buna görə demir səltənət tələblər. Çünki indi siz deyin ki, Qacar padişahının əvələrindən biri gəlsin burada qəbul eləməyəcəklər. Onlar pəhləviçidirlər. Ya deyir ki, gələk məsələn seçaq pəhlə. Deyək, okey, biz cumhuri əvəzinə səltənət qoyuruq, amma səltənəti seçəci yox. Bir nəfər kandid olsun insanlar, bunlardan birini seçək. Yox. Biz fəqət pəhləvi toxumundan istərik deyirlər. Yəni Qacarlardan olsun, yox. Səfəvilərdən gətirək, yox. Qızılbaşlardan gətirək, yox. Nadirin balalarından gətirək, yox. Yox. Səltənəti bunlar sadəcə pəhləviçi. Bunların bir-birləri ilə ən balaca
fərqləri yoxdur. Bir-birlərinin heç fərqi yoxdur. Ən balaca, yəni zərrə, mikroskopik fərqləri yoxdur. Millətləri haqqında deyir, pəhləviçilik, solçuluq, sağçılıq haqqında demir. Deyir ki, millətlərin haqları haqqında bunların fərqli düşüncələri yoxdur. Onların tək hədəfi fars kültürünü üstün tutmaq. Pəs onların tək hədəf bilmirəm, burada gətirir, bilmirəm, farscadır ya türkçədir, ərəbcə deyil hər halda nəzərə gələn. Türkçə amac işlənir hədəfin yerinə, amma hədəf özü də işlənir də, görürsünüz ki, bu kitabda da işlədibdir. Onların tək hədəfi, yəni bir hədəfləri var, o da nədir? Fars kültürünün üstün tutmaq. Onlar fars kültürün, fars fikrin, düşüncəsin, ehsasların, əlbəttə onlar da demir burada, fəqət burada kültür deyəndə hər şeyi tutur nəzərə gələn. Üstün tutmaq, yəni yuxarıda tutmaq və o biri millətləri aşağılamaqdır. Bunların pəs bir hədəfləri var. Nədir? Fars kültürünün üstün tutacaq, o birisi millətləri, qeyri-fars millətləri, türkləri, ərəbləri, bəluçları, türkəmənləri, qəşqayları, cilanları, mazənləranları, kürdləri aşağılayacaq. İndi bu həm teorik, yəni həm dildə, fikir düşüncə səviyyəsində, həm də əməldə, iqtisadi, yaşam, şəhrisazlıq, xiyabansazlıq, iş düzəltmək, iş qoymaq, büdcə vermək, bunlar da əməlidir. Bu cür davranışları farsların ən üst düzey yazar və şairlərində görə bilərik. Pəs bu davranışları, yəni farsları üstün tutaq, o birisi millətləri, qeyri-fars millətləri aşağılayaq, bu düşüncə əməldə və fikirdə. Deyir ki, ən üst düzey yəni rütbə, məqam, səhv, yazar və şairlərində görə bilirik. Yəni bunların o nə idi bu ustad danışqahları danışdı, dedi ki, şaşidəm tu zəbanı filan. Yəni bu qədər adamlar, mən onun dilicə deyirəm, mən bu cəsarəti eləmərəm ki, bu kəlməni ağzıma gətirəm sizlərin məhzərinizdə, amma onun dilicə dedim ki, bir ustad danışqah gəlir Suxənranlığında, məsələn, deyək orada 10 nəfərə, ya 100 nəfərə, ya 1000 nəfərə danışır. Həm də bunlar ustad danışqahdılar danışdığı məsələn. Danışçıdırlar danışdığı məsələn. Bir dənə seminardır, biləxərə seminara danışçı gələr, mütəxəssis gələr, ağıllı adamlar gələr bura. Bu adam orada durur, burada şalvarının zipini çəkir və deyir ki, mən filan elərəm filan yerə. Filan dilə, filan ədəbiyyata. Məsələn, Məliküşşərai Bahara baxaq deyir. Hətta fars kültürünə qapılmış Dehxuda. Bunları niyə deyir? Məliküşşərai Bahar və Dehxuda Qəzvinlidir, türkdür. Ona görə deyir. Məliküşşərai Bahar hətta fars kültürünə, kültür dedik fərhəng, burada o anlamda işlədir, şeyin anlamında. Yəni bu yorum yapan adam, yəni bu kitabı tərcümə eləyən adam bu sözü deyir. Yoxsa kitabı yazan, yəni Gökalp, o kültürü başqa mənada işlənir, mədəniyyəti başqa mənada işlənir. Amma bu mütərcim deyək, hələ burada çevirən deyək, çevirən burada kültürü ammı mənada, fərhəng mənasında işlədir. Məsələn, Məliküşşərai Bahar hətta fars kültürünə qapılmış Dehxuda kimi şəxslərin yazıları türklərə tohinlə doludur. Məliküşşərai Baharın şeiri biliruq tohinlərinə doludur. Deyir ki, Dehxuda kimi bir şəxsin də yazıları türklərə tohinlə doludur. Və gücləri yetirsə, hər qeyri-insani işi belə görərlər. Gücləri yetirsə, yəni bəzi vaxtlar gücləri çatmır.
gücləri yetirsə, yəni gücləri çatsa, hər qeyri-insani işi belə görərlər. Qeyri-insani işi, yəni əməli də əncam verərlər. Bir əməli də yaparlar türkçə. Əncam vermağın yerinə yapmaqdır türkçədə. Əncam dadən farsçada, türkçədə bir kəlmə var, yapmaq, yapmaq. O mürəkkəbdir əncam dadən. Bu, türkçədə yapmaq, eləmək. Eləmək də bizim dilimizdə çox, Azərbaycanda çox eləmək işlənir. Türkiyədə yapmaq deyilir. Yəni, bunların gücləri olsa və əllərində imkan olsa, o nə idi, oğlunu öldürdü, o kargərdanı öldürdü, əsli Kəlibərli Türk ki, Nizamidir, şah zamanından qalan bir adamdır, Nizamidir. O dadgahda dedi ki, mənim əlimə imkan olsa ərəbləri öldürürəm. Bu imkanı deyirik, yəni. Adamların əlində imkanları olsa, qətliam elərlər belə. Hər qeyri-insani işi belə görərlər. Necə ki, 1325 Azərbaycan olayları buna şahiddir. Deyir, buna şahid, bu iddiamıza şahid ki, bunların əllərində bir imkan olsa öldürərlər, belə hər iş görərlər. Deyir ki, 1325 Azərbaycan olayları, yəni hadisələri buna bir şahidi misaldır. Nə oldu orada? Diqqət buyurun, nə oldu? 25-də. Çünki o misal gətirir, qeyri-insani. Vətənimizi bir dana sülh yazmışdılar Pişəvəri ilə bərabər. Bu sülhə əsasən fədai, ordumuzun adı fədai idi. Fədai qüvvələri İran ərteşində istihdam olacaqdılar. Yəni, heç kəs mücazat olmayacaqdı, heç kəs şikəncə olmayacaqdı, əsir olmayacaqdı, edam olmayacaqdı, təbid olmayacaqdı, qaçmağa məcbur olmayacaqdı. Diqqət buyurun, qərardadın biri budur. İkinci, türk dili tədris olunacaqdı. Üçüncü, Azərbaycan xudmuxtar hakimiyyət sahib olacaqdı. Heç kəs işdən atılmayacaqdı. Siz gəlin görün ki, bu adamlar bu qərardadı bağlaya-bağlaya Zəncana girəndə başladılar adam öldürməyə. Qəzvindən keçəndə adam başladılar öldürməyə. Zəncanda müqavimət millət gördülər ki, qətliam başlandı. O qərardada rəğmən gördülər başladı. Mən cinayətləri demirəm, yəni xanımlara təcavüz elədilər. Adamları qurban kəsdilər. Adamlar gördülər ki, yox, biz burada qalsaq öldürəcəklər. Qaçdılar. Öldürəni öldülər, qaçanlar qaçdılar. Xanımlara təcavüz elədilər. Həm ordu, həm də şahın adamları, şah tərəfdarları. Türklər iki şah tərəfdarları idilər belə. Mən demirəm ki, onların hamısı fars idi, yox. Bu zehniyyət, fars zehniyyəti olan insanlar cinayət elədilər. Türk olur olsun, ərəb olur olsun, bəluç olur olsun, türkəmən olur olsun, cinayət elədilər. Kitabları yandırdılar, uşaqlar buna görə ki, bundan bir pis xatirələri olmasın, hərəsinə bir şokolad verdilər. İnsanlarımızı təbid elədilər, ənvalın müsadir, qanun getirdilər, bunların ənvalın müsadir elədilər. Hər kəs adam öldürdü, mücazat olmadı. Hər kəs bir xanıma təcavüz elədi, mücazat olmadı. O zaman 10 minlər insanımızı qətliam etdilər və 10 minlər insanımızı qətliam etdilər və 100 minləri sürgün və məhv etdilər. 100 minlər niyə deyir? Buna görə ki, vaxən biri də insanlarımız Şimali Azərbaycana və Türkiyəyə qaçdı. Biri də insanımız qaçdı, o birisi iyalətlərdə gizləndi. Amma bunlar özləri o adamlar için çox bir iş görməmişlər, orduya girməmişlər, bunları tutdular, təbid elədilər Kirmana, Yəzdə, Kaşana və Bəluçistana və ha belə Bəndər Abbas tərəflərinə.
Yəni bu şehir iyalətinə. Bunun üçündür bu dostumuz yazdığı söz bundan ibarətdir. Burada paragraf da qurtulur, səhifə də qurtulur. İcazə buyursanız 10-cu səhifəni sabah oxuyarıq. Sizlərin hamınıza təşəkkür edirəm. Hər kəsin tüm vaxtım olmur burada sual soruşasınız, cavab verəm. Xahiş edirəm, hər kəsin sualı varsa mənə xüsusi yazsın elə bir şeydən. Bunların altında yazında üçün bəzən vaxt eləmirəm oxuyam. Amma mesajlarınızı görürəm. Səslə suallarınızı soruşun, əgər imkanı olursa. Yox olmazsa lütfən yazı yazın. Mən o sualları tək-bətək oxuyacağam, tək-bətək cavab verəcəyəm. Çox sağ olun, təşəkkür edirəm. Sabahları 10-cu səhifəni bərabər oxuyarıq. Sağ olun, sağ qalın, təşəkkür edirəm. Gecəz günüz xeyrə qalsın. Lütfən dostlarınıza bu videoları yetirin, qoyun. Hər kəs istəyirsə baxsın və yayın. Hər yerdə yaymaq olar. Sağ olun, gecəz xeyir.